İranda hakimiyyəti yıxmaq üçün Amerikanın bu ölkədə 100.000 qoşunu olmalıdır. Gündəm xəbərini efirdə 28 fevral tarixidir və bir açıqlama diqqətinizə çatdıracaq. Belə ki, Donald Trump'ın İran hökumətini zorla dəyişmək cəhdi Amerika üçün çıxılmaz vəziyyətə səbəb ola bilər. Analitiklər qeyd edirlər ki, Ağ Evin bəyan etdiyi məqsədlərə quru qoşunları yerləşdirmədən nail olmaq da mümkün deyil. Lakin Vaşinqtonun böyük risklər səbəbindən tam miqyaslı işğala əl atması ehtimalı azdır. Amerika və İsrail elitasının əsas ideyası və arzusu İranda rejim dəyişikliyidir. Lakin rejimi dəyişdirmək üçün 100.000 əskər göndərməliyik. Gündəm xəbəri Müsavat.com-a istinadən məlumat diqqətinizə çatdırır ki, bu barədə Amerikalı politoloq Konstantin Bloksin News.ru-ya verdiyi müsahibəsi zamanı belə bir fikirləri səsləndirib. Ekspert xatırladıb ki, hətta Əfqanistan kampaniyası zamanı hərbi kontingent 140.000 nəfər əskərdən ibarət idi və İran daha qorxulu düşməndir. Rejimi dəyişdirmək üçün ora daha çox əskər göndərilməlidir və bu çox baha başa gələr və nəticənin necə olacağı isə hələ ki bəlli deyil. Buna görə də düşünmürəm ki, Amerikalılar İrana əskər göndərəcəklər deyə ekspert bildirir. Analitiklərin sözlərinə görə hazırki hadisələr Vaşinqtonun əsas məqsədinin işğal deyil, Tehranı güzəştə getməyə məcbur etmək olduğu təzyiq ssenarisi üzərində inkişaf edir və həmçinin ekspert bildirir ki, əsas məqsəd İranı danışıqlar məsasına oturtmaq və nüvə proqramlarından imtina etmək üçün güc nümayiş etdirməkdir. Amerikanın İranda hakimiyyət dəyişikliyi ssenarisi ilə bağlı səsləndirilən fikirlər ilk baxışdan sərt geosiyasi ritorika təsiri bağışlasa da, əslində bu cür bəyanatlar daha çox psixoloji təzyiq strategiyasının tərkib hissəsi kimi görünür. Xüsusilə Donald Trump dövründən formalaşan yanaşmada Amerika administrasiyasının məqsədi birbaşa hərbi müdaxilə deyil, məhz rəqibi güzəştə məcbur etmək üçün maksimum təzyiq yaratmaq olub. Politolog Konstantin Bloksinin vurğuladığı məqam isə 100.000'lik qoşunla belə rejim dəyişməsinin mümkünsüzlüyünü əslində müasir müharibə reallıqlarına uyğundur. Çünki İran və Əfqanistan nə də İraq kimi siyasi və hərbi baxımından zəiflənmiş dövlət deyil. Yəni Konstantin Bloksinin sözlərinə görə İran bir çox ölkələrdən məhz siyasi və hərbi baxımından həddindən artıq yüksəkdir. İranın geniş ərazisi, ideoloji sistemə bağlı təhlükəsizlik aparatı və regional müttəfiqlər şəbəkəsi var. Bu isə potensial müdaxiləni uzun müddətli və baha başa gələn münaqişəyə çevirə bilər. Digər tərəfdən İsrail və Vaşinqtonun strateji maraqları üst-üstə düşsə də açıq işğal vaxtını həm beynəlxalq hüquq, həm də daxili siyasi risklər səbəbilə real görünmür. Amerika cəmiyyətində uzun müddətli xarici müharibələrə dəstəyin azalması da bu ehtimalı zəiflətmiş olur. Buna görə də hazırki vəziyyəti daha çox diplomatik hərbi təzyiq modeli kimi qiymətləndirmək olar. Sərt bəyanatlar, sanksiyalar və regional hərbi aktivlik hər biri Tehran rəhbərliyini danışıqlara sövq etməyə hesablanıb. Bu yanaşma klassik güc nümayişi vasitəsilə kompromisə məcbur etmə strategiyasına daha çox uyğundur deyə ekspert fikirlərini belə səsləndirib.